Təsəvvür edin ki, paralel kainatdan bir canlı bizim kainata keçir. Var olmaq ehtimalı olan milyardlarla, bəlkə trilyonlarla kainat içərisindən məhz bizim kainata gəlir. Və gələr-gəlməz burada trilyonlarla işıq görür və o başa düşür ki, bu trilyonlarla işığın hər biri bir qalaktikadır. Və hər qalaktikada milyardlarla ulduz və planetlər var. O başa düşür ki, əgər bu kainatdakı planetlərin sayını bir kağıza yazsa, buna sadəcə olaraq ömrü yetməyəcək. Sadəcə olaraq dünyada, bütün kainatda o qədər böyüklükdə kağız tapa bilməyəcək. Və yavaş-yavaş bu yad kainatlının diqqətini bir qalaktika çəkir. Bir Samanyolu qalaktikası. O yavaş-yavaş bu qalaktikaya yaxınlaşır və yenə burada milyardlarla, milyonlarla planet görür. Və bu planetlərdən biri onun diqqətini xüsusilə çəkir. Maraqlı atmosferə sahib, mavi rəngdə planet. Bizim yaşadığımız planet, yer kürəsi. Bu yad kainatlı yavaş-yavaş bizim planetə yaxınlaşır və şəhərlərin birinə düşür. Burada iki nəfərin öz aralarında söhbət elədiyini görür və texnologiya ilə onların danışdığı dili özünün anlaya biləcəyi dilə çevirir və görür ki, bu iki nəfərdən biri o birisinə deyir ki, sən bilsən mən kiməm?